İnsan ruhu içində bu düşünülməlidir. İnsan ruhu öz başına buraxıla bilməz. Özü haqqında təfəkkür etməlidir. Bəzən insanı qəflət o qədər bürüyür ki, ona lazım olan məsələlər haqqında düşünmür. Bir ömür ərzində yüzlərlə ona faydası olmayan məsələlərə diqqət edir, amma özünə lazım olanı müəyyən edə bilmir, tapa bilmir, onunla məşğul olmağa fürsət tapmır. Şeytan da insanı yayındırır. Biz şeytan deyəndə elə bilirik, şeytan insanı ancaq günaha dəvət edir. Amma şeytanın bir işi və əsas işi yayındırmaqdır. Əhəmiyyətli bir məsələ qarşımıza çıxırsa, diqqət kəsilmək istəyirik, düşünmək istəyirik, şeytan fikrimizi yayındırır, başqa bir şey göstərir. Ola bilər göstərdiyi şey yaxşı bir şey olsun. Şeytan həmişə daha mühüm olan şeydən yayındırmaq üçün mühüm bir şeyi bizə təqdim edir. Bilirsiniz, şeytan bəzən bizi yaxşı işə dəvət edir, amma hansı yaxşı işə? Lazım olan yaxşı işə yox, bizə lazım olmayan yaxşı bir işə. Ona görə də təfəkkür mənəvi məsələlərdə çox mühüm məsələdir. Bəzən biz yüzlərlə yollar gedirik öz islahımız üçün, amma bu yoldan daha münasibi, daha uyğununu seçmirik, tapa bilmirik, önəm vermirik. Əhl-i Beytin moizələri bizə kömək eləyir ki, yeni üfüqlər açılsın gözümüzün qarşısında. Nəyə diqqət edək? Əhl-i Beyt bizə bunu çatdırır. Həzrət Əli əleyhissalam buyurur ki, yəstəthirunə bihi dəvaə daihim. Quran vasitəsilə bu təqvalı adamlar, möminlər dərdlərinə dərman axtarırlar. Dərdlərinin dərmanını Qurandan tapırlar. Quran-ı Kərim ən yaxşı ustadlardan biridir. İnsan üçün ən yaxşı əxlaq ustadı Quran-ı Kərimdir. Quranın özəlliyi nədir? Quran-ı Kərim təkcə yol göstərmir. Biri sənə başa salır yol hərəkəti qaydasını, tutaq ki, yol polisi kimi. Buradan get, burada dayan. Biri də var ki,